Hər birinizi salamlayıram. Mən Kəmalə Poladova, şuuraltı terapist. Bugünkü mövzumuz bizim analarla olan karmik münasibətdir. Ümumiyyətlə analarımızın bizim həyatımızda nə kimi təsiri olur və nəyə görə bəzi insanların analarla olan hər hansı bir problemli daha qabarıq şəkildə görünür. Kimlərin isə anaları ilə olan münasibətləri daha mülayim şəkildə, daha mehriban şəkildə davam eləyir. Ümumiyyətlə bizim valideynlərimizlə olan münasibətimiz bizim ən böyük karmik bağlantımızdır. Bu nə deməkdir? Biz o bağlantını tamamilə şəfalandırmayana qədər, biz o bağlantını tamamilə münasibətini bərpa etməyənə qədər biz həyatımızın digər mərhələlərində müəyyən bir çətinliklər çəkirik və hər hansı bir işimizdə qabağa gedə bilmirik. Və nəyə görə məsəl üçün psixoloji proqramlarda hər zaman deyilir ki, ana ata ilə şəfalanmaq lazımdır, valideynlərlə şəfalanmaq lazımdır, əsasən ana ilə şəfalanmaq lazımdır. Bu sözlər ümumiyyətlə boş-boşuna deyilmir və bunun altyapı kodları var. Altyapı kodları odur ki, əgər insanın daxilində hər hansı bir sıxıntı varsa, anasına qarşı, valideyninə qarşı narahatlığı varsa, qəbul etməməsi varsa, o zaman o bunu mütləq ki, artıq həyatında baş verən hadisələrə yansıtmağa başlayacaq. Bu özündən asılı olan bir vəziyyət deyil. Şuuraltı olaraq valideynlərdən bizə ötürülən çox karmik proqramlar var ki, bizim həyatımıza çox ciddi bir təsir eləyir və biz gözümüzü açanda ilk olaraq valideynlərimizi görürük və valideynlərimiz bizə dünyanı izah eləyir. Və valideyn bizə dünyanı necə izah eləyirsə, hansı formatda biz onu göstərirsə, biz də eyni formatda artıq onu öz həyatımızda tətbiq etməyə başlayırıq. Kimdəsə var ki, məsəl üçün deyə bilərsiniz ki, hə, mən elə adam tanıyıram ki, valideyni ilə arası pis idi, amma bu insan həyatda uğur qazandı, maddiyyatı da yaxşıdır, işi gücü də yaxşıdır və s. Bəs bu necə olur? Bu bəzən insan fərqində olmadan avtomatik olaraq valideynlərini olduğu kimi qəbul etdiyinə görədir. İnsan bəzən özü də bilmir ki, hər hansı bir vəziyyəti tam olaraq necə qəbul eləyir. Yəni bir vəziyyət yaşayırsan, həyatında nəsə baş verir və sən istəmədən, bilmədən, başa düşmədən onu düzgün analiz eləyə bilirsən və yaxud da fərqində olmadan hər hansı bir düzgün bir addım atırsan. Və karma qanununda da deyilir ki, fərqi yoxdur, sən bildin və yaxud da bilmədin. Əgər sən düzgün addım atırsansa, kainatın qanunlarına uyğun düzgün addım atırsansa, o zaman bu karman avtomatik olaraq ödənilmiş sayılır. Bu mən hər zaman bilirsiniz nəyə bənzədirəm? Biz əgər nəqliyyat qaydalarını bilmiriksə, maşın sürürüksə və hər hansı bir qaydanı pozuruqsa və bizə yol polisi yaxınlaşıb hər hansı bir iradını bildirəndə biz ona demirik ki, mən bu qaydanı bilmirdim, bu qayda haqqında mənim məlumatım yox idi. Adama deyərlər ki, bilmirdin. Yəni bilib bilməmək səni bundan azad eləmir. Həmçinin də eyni vəziyyət bizə də aiddir. Fərqi yoxdur. Sən kainatın qanunlarını bilirsən və yaxud da bilmirsən. Sən hər elədiyin vəziyyətə görə cavabdehliyi daşıyırsan. Keçək mövzunun daha dərin izahına ki, ümumiyyətlə bizim anamızla olan bu karmik bağı biz necə şəfalandıra bilərik. Bilirəm ki, bir çoxunuzda bu yaralı yerinizdir ki, ana ilə olan problem heç cürə çözülmür. Nə eləsəm də anamı qane eləyə bilmirəm. Elə valideyn var ki, narsistdir, elə valideyn var ki, abuzdur, elə valideyn var ki, şiddət göstərir və biz onunla bacara bilmirik. Və fikir vermisinizsə ya yox, biz nə qədər valideynlərimizi qəbul etsək də özlüyümüzdə və yaxud da onları qınasaq da, onlardan küssək də, onlardan uzaqlaşsaq da, onlarla bir yerdə yaşasaq da, onların hər bir sözü ciddi bir şəkildə təsir eləyir. Məsəl üçün bir vəziyyət yaranır və mama o zaman məsəl üçün sizə zəng eləyir, hər hansı bir səs tonu ilə sizə hər hansı bir iradını bildirirsə, artıq demək olar ki, həmin günün sənin bu vəziyyəti düşünməklə keçir və bu vəziyyəti düşündükcə sən bunu başlayırsan yansıtmağa öz gördüyün işə. Sən işivi görə-görə və yaxud da öz missiyanı görə-görə başlayırsan sıxılmağa ki, bəs mama mənə niyə bunu dedi? Bəs papa mənə niyə belə baxdı? Və s. Və yaxud da daha betəri odur ki, onların öz aralarında olan münasibəti sən başlayırsan analiz eləməyə, düşünməyə. Və çox vaxt necə vəziyyət yaranır?
Belə bir deyim var ki, qızın qisməti anasının qismətinə bənzəyir. Bu əslində elə bir söz deyil. Bunun altyapı yenə də kodu var. Bunun altyapı bir bizə sir olaraq qalan bir vəziyyəti var. Bu nə deməkdir? Biz öz valideynlərimizin valideyni olmaq istəyirik bəzən ki, mən onların münasibətini düzəldim, tək onlar yaxşı olsun və bunun nəticəsində biz özümüzə xoşbəxt olmamağı qıyırıq. Yəni mən xoşbəxt olmayım ki, qoy anam da mənə baxsın, rahatlıq tapsın hardasa. Yəni bu şuuraltı inancdan söhbət gedir. Şuurlu şəkildə siz deyə bilərsiniz ki, əlbəttə ki, yəni mən xoşbəxt olmalıyam ki, anam da desin ki, mənim çəkdiyim əzab-əziyyətə dəydi. Amma bu belə olmur və baxırsan ki, sənin yoldaşın, həyat yoldaşın və yaxud da sevdiyin insan, partnyorun fərqi yoxdur. Sənin ya anava, ya da atava bənzəməyə başlayır. Eynilə onun münasibətini sənə göstərməyə başlayır. Eynilə o cür vəziyyətləri sən artıq öz ailəndə yaşamağa başlayırsan. Burada biz kvant dilində desək, bunu artıq kopyalama gedir ki, sən kimi kopyalamısan? Atavı yoxsa anavı? Kimin həyatını yaşayırsan? Dediyim kimi, anamız bizim ən böyük karmik bağımızdır və biz ondan istəsək də, istəməsək də heç cürə qurtula bilmərik. Elə valideyn var ki, məsəl üçün heç cürə onunla münasibət, düzgün kontakt qurmaq və yaxud da mehriban olmaq mümkün deyil. Yəni valideyn o vəziyyəti, o şəraiti yaratmır övlada. Karmik bağ bizə nə üçün verilir? Karmik bağ ona görə verilir ki, biz bu dərsi çox asanlıqla və qəbul edərək yaşamalıyıq ki, bu vəziyyət bizdən bir növ arılansın deyə və bir növ bizə təsir eləməsin. Əgər valideynin sizə hər hansı bir deyişi və sözü, hərəkəti bizə təsir eləyirsə, bu artıq karmik bağının çox sıx olmağı deməkdir. Bu hardan gəlir soruşsanız, keçmiş həyatlar deyilən bir vəziyyət var. Bəli, əlbəttə ki, əvvəl 3-4 il bundan öncə mənə sual versəydilər ki, reinkarnasiya varmı? Yəni ruhun bu dünyaya bir neçə dəfə gəlişi varmı? Mən deyəcəydim yoxdur və mən bunu həqiqətən də israrla bütün canlılarımda deyirdim ki, yoxdur, yox, ola bilməz. Ruh bu dünyaya bir dəfə gəlir və s. Amma sonra məni başladı bəzi suallar tətikləməyə ki, yaxşı, niyə? Niyə kiminsə valideyni ilə münasibəti yaxşıdır, kiminsə pis? Kiminsə yoldaşı ilə münasibəti yaxşıdır, kiminsə pis? Övladı olsun, yaxın dostu olsun, kimsə varlı da olur, kimsə kasıb da olur. Bu nə ilə əlaqəli olan bir vəziyyətdir və bu suallar bu vəziyyətləri, bu mövzunu daha geniş bir şəkildə axtarıb tapmağıma və araşdırmağıma gətirdi, çıxartdı. Gəldiyim nöqtə isə budur ki, bəzən bizim valideynlərimiz, daha doğrusu anamız, bizim keçmişdə biz onu incitdiyimiz üçün bu dünyada bizə ana rolunda verilir və biz onun keçmiş həyatlar da ola bilər, keçmiş həyat da ola bilər, çəkdiyi bütün əzab-əziyyətini o şuurlu, daha doğrusu şuursuz şəkildə şuuraltı səviyyəsində bizə yaşadır. Təsəvvür eləyin ki, keçmiş həyatda siz ananızın cəlladı olmusunuz bir növ. Ona işgəncə vermisiniz, onun hər şeyini əlindən almısınız, onu təhqir eləmisiniz, alçaltmısınız, döymüsünüz, sövmüsünüz və s. Yəni hər cürə ola bilər. Və sual yaranır ki, bu cür insan sizə qarşı sevgi hissi ilə bəslənə bilərmi? Yəni birinə işgəncə verirsiniz və sonunda sual verirsən ki, sən onu sevirsən, əlbəttə ki, deyəcək, yox, nifrət edirəm. Orada tamamlanmamış vəziyyətlər yaranır deyənə, bu həyata da bu vəziyyətlər ötürülür və siz bu həyatda ana bala kimi artıq görüşürsünüz. Ana bala görüşdüyünüzdə şuuraltı səviyyəsində, ruhun yaddaşında öz övladına qarşı, yəni öz keçmiş həyatdan gələn cəlladına qarşı o neqativ hisslər qalxmağa başlayır və ana avtomatik olaraq öz övladına qarşı qıcıq olmağa başlayır. Onun etdiyi hərəkətlər, onun baxdığı adi televizora baxır, bir də görsə uşaq uza deyirsən ki, belə baxma.
belə yeməyi belə yemə, belə tökmə. Bəsdir gəldin, bu sual verdin, bəsdir onu elədin. Bəzən bir də görürsüz qıcıq yaranır. Bəli, bu bizim psixoloji vəziyyətimizdən çox asılıdır, bizim ailə münasibətimizdən asılıdır və s. Amma bunun kökündə bizim keçmiş həyatlardan gələn o informasiya da dayanır. Biz bəzən özümüz də bilmədən bilmirik ki, mən hal-hazırda bu insana qarşı niyə bu neqativ hissi bəsləyirəm. Elə analar var ki, uşaq dünyaya gətirirlər, amma onu sevə bilmirlər. Çox rastlaşmışıq, düzdürmü? Uşaq evinə verirlər və yaxud da baxmırlar, atıb gedirlər. Çox eşitmişik, sosial şəbəkələrdə də atırlar, gedirlər əyləncə mərkəzlərinə, uşaq orada ağlayır və sonra həyatına son qoyulur və yaxud da uşaq evinə verirlər, zibilliyə atırlar. Bəs bu nədən irəli gəldi? Bu keçmiş həyatlardan irəli gəlir və o uşağın karmasıdır ki, keçmiş həyatda anasına işgəncə verdiyi üçün anası şərt deyil ki, keçmiş həyatda o anası da onun anası olsun və yaxud da övladı olsun. Fərqi yoxdur. Siz qonşu da ola bilərsiniz. Yaxın qohum da ola bilərsiniz. İşgəncə görünülüb ki, bu həyata da bunu gətirmisiniz və ana özü də bilmədən öz övladına qarşı sevgi hissi yoxdur. Sevgi hissi bəsləmir. Və yaxud da övladdır, valideynlərini istəmir. Deyir, mən onları sevə bilmirəm. Çıxır, gedir, başqa yerdə yaşayır. Onlarla bölüşmür, onlarla görüşmür və yaxud da yəni biz onun adını qoyuruq, əlbəttə ki, pis övlad ki, biz də bunu dəstəkləmirik. Bu da yaxşı bir şey deyil. Çünki bu ağır karmadır. Bunu siz o biri həyatlarda yenidən cəzasını çəkəcəksiniz bir növ və sizə bu həyatda bu görüş verilirsə, bu nifrət, bu hisslər verilirsə, demək ki, siz bu həyatda bunu çözməlisiniz. Çünki çözməsəniz, sizə yaşamaq daha az çətin olacaq və sabahsı gün sizə də bunu yaşadacaqlar. Nə olsun ki, biz keçmiş həyatdan bunu gətirmişik. Nə olsun ki, keçmiş həyatdan kimsə bizi incidib və biz bu vəziyyəti burada yaşayırıq, özüm də bilmədən və s. Bu özünə bir növ bəraət qazandırmaq kimi bir şeydir. Yəni bu düzgün bir yanaşma deyil. Amma mən bunu dərk eləsəm, mən başa düşsəm ki, keçmiş həyatda nə olursa olsun, bu həyatda yaradan belə məsləhət görüb ki, bu insan mənim valideynimdir və yaxud da bu insan mənim övladımdır və mən onu olduğu kimi qəbul etməliyəm. Keçmiş həyatdan gəlir, bəli, müəyyən bir hisslər məni tətikləyir, müəyyən bir hisslər məni oyadır, hissləndirir, aqressiv eləyir və s. Amma mənim özümə nə olub? Yaradan mənə ağıl verib, yaradan mənə düşüncə verib və yaradan mənə imkanlar yaradıb ki, gəl bu həyatda bunu çöz ki, sən yaradana daha tez bağlanasan. Yəni məqsəd nədir? Məqsəd sevgi ilə yaşamaqdır. Nifrətlə və kədərlə, kinlə yaşamaq çox çətindir. Çünki insan kinli bir şəkildə, hirsli bir şəkildə, aqressiyalı bir şəkildə qabağa gedə bilmir. Məndə əvvəl belə bir vəziyyət var idi ki, mən küçədə gedirdim və mən hirsli idim. Mənim ilk terapevtə müraciətim o idi ki, mən hirsliyəm. Mən deyirdim ki, bəlkə belə bir problemim yoxdur, məsəl üçün. Əslində var idi, sadəcə fərqində deyildim. Bəlkə belə bir problem yoxdur, amma mən çox aqressivəm, çox hirsliyəm və nəyə hirsli olduğumu da başa düşə bilmirdim. Əslində özümə olan hirs idi, çünki özümü tapa bilmirdim, qabağa gedə bilmirdim, yaxınlarımı qınayırdım, ailə üzvlərimi qınayırdım, yaşadığım həyat o səviyyədə deyildi ki, tam məni qane eləsin və yaxud da bəzi sıxıntılarım var idi, travmalarım var idi. Travmalarınız da elə belə yaranmır. Travmalarımız da bizim keçmiş həyatdan gəlir. Keçmiş həyatdan gələn müəyyən bir vəziyyətlər var idi ki, mən hələ də onları çözə bilmirdim, başa düşmürdüm ki, proses nədir və nəyə görə mən indi hal-hazırda bunu yaşayıram. Və sizdə də əgər bu vəziyyətlər varsa, mən tövsiyə edərdim ki, siz özünüzə dönəsiniz və yaxınlarınızla olan münasibətə baxasınız. Ana ilə olan münasibətə baxasınız. Çünki ana ilə olan münasibət tamamlanmadıqda sizin daxili aqressiyanız tam qalxmır. Yəni daxili hirs ki var, o yaşayır sizə hissli olaraq. Küçədə gedirsən, hirslisən, evdə hirslisən, biri sənə bir söz deyir, aqressiv cavab verirsən və s. var belə insanlar həyatımızda, ətrafımızda. Və sən bunun cavabını tapa bilmirsənsə, valideynə çön bax.
sən bu hissənin kimədir? İlk öncə valideyninlə olan şəfalanmanı tam bitirməlisiniz ki, daha sonra özünüzə dönməlisiniz. Hətta mən deyərdim ki, bəzən deyirlər ki, birinci özünlə işləməlisən, daha sonra valideynlə işləməlisən. Mən deyərdim ki, birinci valideynlə işləyib, daha sonra özünlə işləməyə davam etməlisən. Çünki valideyn hər bir şeyin birincisidir, ilkidir. O bizə öyrədib, o bizə şuuraltı olan inancları göstərib və yaşadıb və nəslin nümayəndəsi də ilk olaraq valideynlərimizdir. Yəni nəsil şəfalanması var, nəsildən gələn travmalar var ki, biz onları valideynlər olmadan daha doğrusu ata və ana, onlar olmadan biz onları tam şəfalandırmırıq. Çünki birinci onlar bizim qarşımızda dayanırlar və onlarla şəfa açmaq lazımdır. Dəyişmək istəyirsinizsə ki, bilirəm ki, bunu bir çoxunuz istəyirsiniz, həyatı gözəl yaşamaq istəyirsiniz, rahat yaşamaq istəyirsiniz və nə üçün gəldiyinizin fərqində olaraq yaşamaq istəyirsiniz. Bu zaman çox uzağa getmək lazım deyil. Çox qlobal məsələləri çözmək də lazım deyil. Sizin xoşbəxtliyiniz sizin daxilinizdədir. Daxili vəziyyətiniz rahat olduğu zaman siz həm qabağa gedə biləcəksiniz, siz həm uğur qazana biləcəksiniz, siz həm nəyəsə nail ola biləcəksiniz. Və bunu da valideynlərdən başlamaq lazımdır ki, bizim hər bir kurslarımızda biz valideynlərlə işləməyə çox böyük bir aksent veririk, çox böyük bir fokus veririk, diqqət veririk ki, birinci onlar çözülür, daha sonra biz digər etaplara başlayırıq. Bu arada bizim 28 aprel başlayacaq kursumuza, pul kursumuza sizin hər birinizi dəvət eləyirəm. Kursumuz bizim 3 həftə davam eləyəcək və ümumi 5, 10, 15 Zoom görüşlərdən ibarət olacaq və 5 Zoom görüş bizdə 250 manat olacaq, 10 Zoom görüş 350 manat olacaq, 15 Zoom görüşdə isə tam pul kanalının bərpası, şəfalanması, tam pul kodun aktiv olunması olacaq, 450 manat olacaq. Yazılmaq istəyən üçün videonun altında biz nömrə qoyacaq, ora yazaraq qeydiyyatdan keçə bilərsiniz. Əgər dəyişmək istəyirsinizsə, mən hər zaman deyirəm, YouTube-da informasiya verən energetik uzmanlar həddindən artıq çoxdur hal-hazırda. Sizə kim yaxın gəlirsə, kimin sözü sizin hardasa fikrinizi dəyişməyə qadirdirsə, kimin sözü sizi oyadırsa, kimin enerjisi sizi dirildirsə, o zaman siz o insana müraciət edə bilərsiniz. Çünki nəyə görə siz uzmana və professionala müraciət etməlisiniz? Çünki biz bu sahədə illərdir artıq məşğul oluruq və illərdir artıq biz bu işin o qədər dərinliyinə qədər getmişik ki, artıq nəyin necə olduğunu tam bilirik və bunu özümüzdə çözdüyümüzə görə insanlara da bunu artıq yansıda bilirik. Çünki bir şuuraltı terapist əgər özündə bu problemi çözməyibsə, mən düşünürəm ki, bu qarşı tərəfə də bunu energetik olaraq ötürmək biraz çətin məsələdir. Ona görə əgər siz kimdənsə o enerjini hiss edirsinizsə, həqiqətən deyirsən ki, mənim şəfam bu insandadır və inanın ki, yazılsanız heç peşman olmayacaqsınız. Çünki həqiqətən də demək ki, sizin şəfanız o insandadır. Hər kəs öz işinin professionalı olmalıdır, mən elə düşünürəm. Əgər siz tort bişirən ustasınız, siz öz işinizin professionalı olmalısınız. Əgər siz hər hansı bir şirkətdə işləyirsinizsə, bank sferasında işləyirsinizsə və yaxud da həkimsinizsə, kosmetoloqsunuzsa, siz öz işinizin uzmanı olmalısınız, professionalı olmalısınız. Öz işinizi o qədər mükəmməl görməlisiniz ki, hər kəs həqiqətən də sizin işinizə baxıb rahatlıq tapmalıdır və dəyərləndirməlidir. Ona görə də müraciət edəndə hər zaman yaxşı və professionallara müraciət etməyinizi tövsiyə edirəm. Bu günlük bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.